Uzun ömürlü, dadlı və rahat. Konservləşdirilmiş qidalar bir çoxumuzun mətbəxində əvəz olunmazdı. Amma onların təhlükəsizlik qaydalarına əməl olunmadan istehlakı ciddi sağlamlıq problemlərinə yol aça bilər. Mütəxəssislər xəbərdarlıq edir. Konservin arxasında sadəcə hər hansı bir qida deyil, həm də bəzən sağlamlıq üçün gizlənən risklər ola bilər. İstehlakçı konservləşdirilmiş qida məhsulunu alarkən, xüsusilə də ət və balıq konservalarını alarkən, qapağı şişmiş konservləşdirilmiş qida məhsullarının alınması tövsiyə olunmur. Digər meyvə və tərəvəz konservləşdirilmiş məhsullarına gəlincə isə, onların da qapaqlarında şişmə halı müşahidə oluna bilər, yenə eyni proses gedibsə əgər və eləcə də suyunda köpüklənmə, bulanıqlıq və ya qapağı açıldıqdan sonra orada qazın əmələ gəlməsi, konservləşdirilmiş qida məhsulu üçün xarakterik olmayan qoxu, tam dəyişikliyi müşahidə olunarsa və ya meyvə tərəvəzlərdə artıq orada bakteriyalar fəaliyyət göstəribsə, toxumanın yumşalması kimi hallar müşahidə olunursa, bu cür qida məhsulu artıq xarab olmuş qida məhsulu hesab olunur və qida zəhərlənməsinə səbəb ola bilər. Bəzən tarixə baxmadan ya da bankanın formasına fikir vermədən aldığımız və ya evdə hazırladığımız konservlər orqanizmimiz üçün təhlükəli ola bilər. Zəhərlənmə halları xüsusilə botulizm kimi ciddi xəstəliklərlə nəticələnə bilər. Mədə-bağırsaq sistemi xəstəliklərinin artmasını görə bilirik biz və çox təəssüflər olsun ki, günümüzün ən böyük bəlalarından biri də onkoloji xəstəliklərin günü-gündən artması, yaşının cavanlaşmasıdır ki, konservləşmiş qidalar aparılmış elmi araşdırmalarda bəlli olub ki, birbaşa onkoloji xəstəliklərin yaranmasında ciddi rol oynayırlar. Yəni, bəzi konservləşmiş qidalar var ki, bunlar tərkibində kimyəvi maddələr təsirindən bədənimizdə olan pro-onkogen dediyimiz, yəni onkologiya öncəsi hüceyrəli genlər var ki, onları aktivləşdirərək onkoloji hüceyrələrə çevirirlər ki, ona görə də bugün əslində konservləşdirilmiş qidaların alarkən, istifadə edərkən bir çox meyara diqqət edilməlidir. Konserv alarkən etiket məlumatlarını oxumaq mütləqdir. Zəhərlənmə halının yaşanmaması üçün qabda hər hansı bir qüsurun olub-olmamasına diqqət göstərilməlidir. Konserv evdə hazırlanırsa, sterilizasiya qaydalarına əməl edilməlidir. Saxlanma şəraiti və saxlanma müddətinə də ciddi yanaşılmalıdır.